Salam, sertifikasiya düşmüş növbəti sualımıza baxaq. Bərabər mol miqdarda verilmiş maqnezium və maqnezium karbonat oksigen mühitində qızdırılır. 7 qram azalma olur və eyni maddə alınır. Başlanğıc qarışığın kütləsini tapın. Deməli, maqnezium oksigen mühitində qızdırılır, yəni maqnezium oksidə çevrilir. Sırtdan bunda 5 yazdıq. Deməli, maqnezium karbonat isə parçalanacaq. Aldıq maqnezium oksid və CO2. İndi bura birləşən oksigenlə buradan ayrılan CO2'ye baxacağıq. Baxın, indi 0,5 gram oksigen 16 qramdır. Ayrılan CO2'miz isə 44 qramdır da. Deməli, plus 16 minus 44. Bu bizdə nə qədər azalma eləyəcək? Demək, 44-dən 16-nı çıxanda eləyir 28. Deməli, minus 28 qram azalma deməkdir. Başlanğıc qarışığın kütləsini istəyir bizdən. Bax, 28 qram azalma olanda bizim başlanğıc qarışığımız nə qədər olur? 24 qram maqnezium və 84 qram da maqnezium karbonat. Bu da bizə verir 108. Yəni 108. Deməli 108 qram başlanğıc qarışığı olanda 28 qram azalma olur. Bəs yaxşı, nə qədər başlanğıc qarışığı olmalıdır ki, bizə 7 qram azalma versin? Bu da 4 dəfə az olaraq deməli tapmış oluruq. 108-i 4-ə böləndə bizə verəcək 27. X bərabərdir 27-yə.